Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz. Masazır qəsəbəsində Prospekt yolun tam yaxınlığında 8 mərtəbəli binanın 8-ci mərtəbəsində dupleks bir mənzilimiz satışdadır. Ümumi 45 kvadrat metr yaşayış sahəsi var, 2 otaqdan ibarətdir. Bina haqqında bir məlumat verim. Kommunallar hamısı qaydasında, lift ta bura qədər qalxır, axırıncı mərtəbəyə qədər fasiləsiz işləyir, qazı, su, işıq hamısı qaydasındadır. Hal-hazırda mənzilin girişindəyik, proyekt necədə girdik. Qapıdan solda sanitar qovşağıdır. Qiymət də çox münasibdir. Yəni aşağı büdcəli, az büdcəli müştərilərimiz üçün çox unikal bir variantdır. Baxın, dəyərləndirin. Gəldik qabağa qarşıya. Sola. Burada mətbəx bu hissəyə salınıb. Az həcmli ailələr üçün qəşəng variantdır. Qəşəng də bir dənə dolab yığılıb bura. Mənzil yarı əşyalı satılır, yəni elektronika çıxacaq. Burada salondur. Və salondan da qalxırıq üstə. Yəni bildiyiniz dupleksdir də, 1-dən 2-yə düzəlmədir. Burada balkon sahəsidir. Kombi, sayğac hamısı qaydasında. Ümumiyyətlə, yəni qazı, suyu, işığı hamısı da var. Mənzilimiz də üstdən də izolyasiya olunub. Baxmayaraq ki, üst axırıncı mansardır. Amma sahibi belə deyək də qəşəng izolyasiya edib. İstiliyi də qışda normaldır. Salonu gördünüz. İndi qalxaq üstə. Burada qalxdıqda, hörmətli izləyicilərimiz, yəni belə bir dolab, qəşəng termosu, döşəmədir, laminatdır. Və arxa hissədə də bir də spalni. Taxt görürsünüz, normal yerləşir. Dolabı, güzgüsü. O da hündürlükdə, məsafədə var. Yəni təqribən belə deyək, 2 metr var. Qiymət 50.000 manatdır. Ümumi gördüyünüz bura alt hissədə, yəni 45 kvadrat təşkil edir. Qiymət 50.000 manatlandır. Real alıcılara indi reallıq əsnasında yəqin ki, indirim olunacaq. Əsas odur, baxın, bəyənin. Bir daha təkrar edirəm, yəni kirayə üçün də qəşəng bir variantdır. Alıb rahatlıqla kirayə də vermək olar. Yenə də az tərkibli ailələr üçün də çox optimal bir variantdır. Baxın, dəyərləndirin, suallarınızı ünvanlandıra bilərsiniz. Lifti, suyu, işığı, qazı hamısı qaydasında. 8-in 8-i Prospekt yola yaxın, tam yaşayış deyə bir kompleks. Sağ olun, sağlıqla.